evlad valideyni təqlid edir. Və görürsən ki, atası eləyən şeyləri edir. Və baxır, atası kimi olmaq istəyir. Və qadın baxır, anası kimi, qız uşağı baxır, anası kimi olmaq istəyir. Ev işlərində, bişirdiyi yeməkdə və həmçində və xüsusən də oğlan uşağı. Oğlan uşağı çox vaxtında atası kimi, atası ilə fəxr edir və atası kimi olmaq istəyir. Və buna görə valideyn üzərinə düşən məsuliyyətlərdən biri də evladı üçün gözəl bir örnək olmasıdır. Əgər gözəl bir örnək olmasa, yəni valideynin əxlaqı pis olarsa və həmçinin evlad da valideynin pis əxlaqından təsirlənir. Ərəblərdə belə bir söz var və deyirlər ki, əl-vələdu sirru əbihi. Deyir ki, kişi, yəni oğlan, evlad atasının sirridir. Əl-vələdu sirru əbihi, atasının sirri nə deməkdir? Yəni bəzən görürsən ki, kişi evdə kişi görürsən ki, çöldə əməl salihdir. Dostlarıyla, həmçinin getdiyi yerdə hər kəs bunu əməl salih olaraq tanıyır. Və hər kəs bunu heç bir pis əməlini görmür. Amma evdəki halı başqadır. Görürsən ki, evdə söyüş söyür. Baxırsan ki, evdə heç kim görmədiyi yerdə siqaret çəkir. Və baxırsan ki, evdə elə bir geyimdə gəzir ki, yəni ədəbə uyğun olmayan bir geyimdir. İsti ilə əlaqədar. Və baxırsan ki, evladı da ondan götürür və baxırsan ki, siqaret çəkir. Və baxırsan ki, küçədə, orada, burada. Çünki başqaları ilə müamiləsi yoxdur. Ancaq gördüyü müamilə atası ilədir. Və baxırsan ki, söyüş söyür. Deməli, hardan qidalanır? Valideynin əxlaqından qidalanır.